Xeyir, sualımızın izahına baxaq. Polipeptiddə peptid rabitənin sayı 4-dür. Amin turşunun molyar kütləsi 3A-8-dir. Polipeptidin nisbi molekul kütləsini hesablayın. Əgər bizim amin turşumuzun molyar kütləsi 3A-8-dirsə və bizim 4 peptid rabitəmiz əmələ gəlibsə, bu deməkdir ki, bu turşudan 5 molu və yaxud 5 molekulu bir-birinə birləşib və bu zaman peptid rabitənin sayı qədər su molekulu da kənara çıxar. Yəni sistemdən ayrılar. Onu da buraya yazırıq. 4 vurmaq 18 və ifadənin cavabını tapırıq. 15A çıxmaq 40 çıxmaq 72. Bu da eləyəcək 15A minus deməli 112. Cavabımız B variantı.